ama güleyliyem, gözlerimi yaşlı koyan talihim. Bilirsen mi seni niye sevirem, yüreğime yara vuran talihim. Mənlə Allah'tan başqa heç kəs yox imiş, qalanları səsküymiş. Allah və mən. Hamı getdi, heç kəs qalmadı. Zaten heç kəs yox idi əvvəldən, sən elə bilirdin var. Ömür yazan taleyimə toxunma. Mən onsuz da bəxti qara adamam. Belə baxma, sevinirəm, gülürəm. Qəlbi sınıq, könlü yara adamam. İlahi, xahiş edirəm məni tək qoyma. Səndən başqa heç kimim yoxdur. Adam çətinliyə düşər. Nə olar ki? Gəlib kömək də istəyər, ona kömək də eləyərlər. Ona mənim ixtiyarım da yoxdur, yuxarıdan aşağı baxım. Biz üçün dəyərlidir və qiymətlidir. Bir cavan oğlandır, anasının məzarının üstündə ananın başdaşına danışır. Deyir, ana, dur gedək. Söz verirəm, bir də səni incitməyəcəm. Deyir, anacan, səni çox incitdim, çox sənin qəlbini qırdım. Amma sən məni hər səni incidəndə sən məni öpüb. Ata dayaqdır, ata qürurundur, ata kimliyindir. Çünki hər kəsin adının sonunda çəkə biləcəyi bir ata adı var. Kimin qızısan deyə soruşurlar bizdən, kimin oğlusan deyə, kimin kimsəsən. İlah mənə neymət verəndə şükr edirəm. Bəla da gələndə şükr edirəm. Amma məni elə bəndələrdən qərar verir ki, bəla gələndə, neymət gəldikdə nə qədər şükr edirdimsə, bəla gələndə daha çox şükr edeyim. Bu məsumun duasıdır. Günün birinde iki melek insan suretine bürünmüş ve yeryüzüne inip dolaşmaya çıkmışlar. Biri yaşlı bir adam, diğeri ise genç bir delikanlı suretinde şehirde geziyorlarmış. Akşam olmuş. Şehrin en zengin semtinde lüks bir villanın kapısını Tanrı misafiri olarak çalmışlar. Allah'ım, səndən istəyim budur ki, mənə verdiyin hər hansı bir neymət ki var, nə olar əlimdən alma.